Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Bakıdan İstanbula təyyarə ilə uçmaq istəyən iş adamı Heydər Əliyev beynəlxalq aeroportunda narkotiklə saxlanılıb. Qaynar.info-nun məlumatına görə 1983-cü ildə Sumqayıt şəhərində doğulmuş Əli Yusif Xəlilovun Cinayət Məcəlləsinin 206, 2 və 234 birinci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb. Məlum olub ki, Əli Yusif Xəlilov qanuni təmsilçisi olduğu şirkətin Türkiyənin İstanbul şəhərində filialı olduğu üçün sözügedən ölkəyə gedilmiş. Psixotrop maddə olan metamfetamindən istifadə etdiyi üçün iş adamı üzərində Bakı-İstanbul aviareysi ilə Türkiyəyə aparmaq məqsədlə həmin vasitəni gizlədib. O, çətinləşdirən üsullardan istifadə etməklə psixotrop maddənin 1,408 qramını sellofan bükümdə qablaşdıraraq eynək qabının içərisində çiyin çantasına, 0,357 qramını isə kassa qəbzinə bükərək əynindəki açıq qəhvəyi rəngli gödəkçənin cibinə yerləşdirib.